Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bugün bu videoda sizlərə şagird məzun sistemində 2025-2026-cı tədris ilinin əvvəlində nələri edə biləcəyik ondan danışacağıq. Deməli, ilk növbədə biz nə etməliyik? İlk növbədə biz sistemə daxil olmaqla sinifləri yaratmalıyıq. Sinifləri yaratdıkdan sonra həmin siniflərə şagirdləri əlavə etməliyik. Düzdür, hal-hazırda biz öz sistemimizdə sinifləri yaratmışıq, amma yenə də siniflərin yaradılma qaydasını izah edəcəm. Siniflər bölməsində daxil oluruq. Daha sonra məktəbimizi seçirik. Seçdikdən sonra artıq gördüyünüz kimi bizim məktəbimiz üçün siniflər yaradılmışdır və siz sinif yaratmaq istədiyiniz sinifi, məsəl üçün mən bir B sinifini yaradacağım. Buradan sinifinizi seçirsiniz. Seçdikdən sonra sinif əlavə et yazılan yerdə sinifinizin indeksini daxil edəcəksiniz. Sinifin indeksini daxil etdikdən sonra düşürsünüz aşağıya. Burada say yazılan yerə heç bir şey yazmırıq, çünki artıq biz sonradan say özü avtomatik əlavə ediləcəkdir. Əgər məktəbiniz bir növbəlidirsə, birinci növbəni, ikinci növbədirsə, ikinci növbəni, daha doğrusu sinifinizi seçəcəksiniz. Seçdikdən sonra biz hazırda birinci növbəni seçirik. Dərs günlərinin sayını seçəcəksiniz məktəbinizə uyğun olaraq. Buraxılış sinifidirmi? Bəli, xeyir. Bu buraxılış sinifidir. Butonları 9 və 11-ci siniflər üçün aktiv edilir. Digərlərində isə yox olaraq qeydə alınır. Daha sonra təmayül sinifidirmi məktəbiniz? Buradan əgər təmayül sinifidirsə hər hansı bir sinifinizi seçəcəksiniz. Bizdə yoxdur deyirik. Və xarici dil tədris edilirmi? Əgər tədris edilirsə, hə komandasını seçirsiniz. Daha sonra buradan xarici dilinizi seçirsiniz. Xarici dili seçdikdən sonra sinifdəki həmin xarici dildə təhsil alan şagirdlərin sayını yazırsınız. Məsələn, tutaq ki, 20 nəfər şagirdimiz təhsil alır və həmin sinifdə ikinci xarici dil tədris edilirsə, bu zaman ikinci xarici dildə seçirsiniz, şagird sayını daxil edirsiniz. Məlumatları düzgünlüyünü təsdiq edilməsini, məlumatların düzgün daxil edildiyini təsdiq edəcəm vuraraq yadda saxla komandasına klik etməklə siz sinifinizi burada görmüş olacaqsınız. Biz bu sinifi əlavə etməyəcəyik, siz sadəcə yadda saxla deyəcəksiniz. Bundan sonraki mərhələdə nə edəcəyik? Bundan sonraki mərhələdə biz siniflərimizə şagirdləri əlavə etmiş olacaq. Deməli, siz bütün siniflərinizi daxil etdikdən sonra sinifləriniz bu qaydada aktiv ediləcəkdir. Burada artıq heç bir iş görməyəcəyik. Gələcək şagirdlər bölməsinə daxil olacağıq. Yenə məktəbinizi seçəcəksiniz. Məktəbinizi seçdikdən sonra şagirdlərinizi daxil edəcəksiniz. Diqqətinizi çatdırın ki, şagirdləri daxil edin zaman baxın, biz bir neçə sinifimizdə şagirdləri daxil etmişik. Şagirdlərin arxasının qarşısında sarı rəngdə boyanıbdır. Hansı ki, bu şagirdləri biz sistemə daxil etmişik. Hansılar ki, daxil etməmişik, onlar ağ fonda görünürlər. Və bu hissəyə gərək cəmi və fərq. Bu nədir? Biz deməli, hal-hazırda 45 nəfər şagirdimizi sistemə daxil etmişik, amma 113 nəfər şagirdimiz hələ də sistemdən kənardadır. Biz şagirdləri sistemə daxil edən zaman, baxın, nə edə bilərik? Daxil oluruq bütün siniflər yazılan hissəyə. Bütün siniflər yazılan hissəyə daxil olduqdan sonra məktəbimizin şagirdlərini daxil etmək üçün birinci sinifdən başlayaraq daxil edəcək. Birinci sinifə daxil olan zaman baxırsınız ki, siyahıda şagird sayı yoxdur. Şagirdlərin adları görünmür. Çünki ötən il onlar hazırlıq qrupundan gəlmişdir. Buraya biz şagirdləri şəxsiyyət vəsiqələrinin seri nömrəsi və fin kodları ilə daxil edəcəyik. Digər siniflərə baxdıqda, məsələn, ikinci sinifə baxdıqda görəcəyik ki, şagirdlərimizin adları artıq ötən il daxil edildiyi üçün sistemdədir. Ötən il daxil edilən şagirdlərdən hər hansını biz sistemə daxil edə bilərik. Məsəl üçün, deyək ki, bu şagirdimizi daxil edirik. Yəni, sadə bir prosesdir. Şagirdin adının qarşısındakı kiçik qutunun üzərində bir dəfə klik edirik və açılan pəncərədə şagirdin haqqında məlumatlar gəlir və biz düşürük aşağıya. Burada siyah təhsil alma yazılan yerin qarşısında siyahıya yoxdur yazılıbdır. Biz bunu hazırda təhsil alır deyə qeyd edirik. Qeyd etdikdən sonra yuxarıya qalxırıq, yadda saxla düyməsini klik edirik və artıq şagird
əlavə edildi və gördüyünüz kimi sarı rəngdə boyandı. Davam edirik. Məsəl üçün, başqa bir şagirdimizi də əlavə edək. Tutaq ki, hər hansı bir şagird olsun. Məsələn, bu şagirdimizi əlavə edək. Əlavə etdikdə yenə adın qarşısındakı qutucuğa klik edirik və düşürük aşağıya. Yenə təhsil alma yazılan yerdə hal-hazırda təhsil alır seçirik və yadda saxlamanı biz aşağıdan da vura bilərik, lap aşağıdan, yaxud qalxıb yuxarıda adın qarşısında qırmızı rəngdə yadda saxla düyməsinin üzərində klik edə bilərik və gördüyünüz kimi şagirdlərimiz daxil edildi. Amma əsas məsələlərimizdən biri deməli şagirdlərin birinci sinifə şəxsiyyət vəsiqəsi və fin kodunun daxil edilməsidir. Onu izah edəcəm indi. Ona keçməzdən öncə bir daha bu hissəni sizə xatırladım. Sinifimizdə hal-hazırda 17 nəfər şagird, baxın yuxarıda görünür, 2 sinifində 17 nəfər şagird təhsil alır. Biz onlardan 2 nəfərini daxil etmişik. Fərq 15-dir. Çalışmaq lazımdır ki, fərq 0 olsun. Ümumiyyətlə, siz fərqi 0 etdikdə artıq siyahı üzrə bütün şagirdləri daxil etmiş olursunuz sistemə. İndi keçək birinci sinifimizə şagirdlərin şəxsiyyət vəsiqələri və fin kodla daxil edilməsinə. Deməli, asan pəncərədə gördüyünüz kimi şagird yoxdur. Şagird yoxdursa biz nə etməliyik? Şagird əlavə et yazılan hissəyə daxil oluruq. Burada klik edirik üzərinə və düşürük burada şagirdin deməli, sənədin növünü seçirik, şəxsiyyət vəsiqəsini seçirik. Buraya şəxsiyyət vəsiqəsinin seriya nömrəsini, seriya və nömrəsini, fin kodunu daxil edəcəyik. Əgər köhnə şəxsiyyət vəsiqəsi də AZ seçəcəksiniz, yeni şəxsiyyət vəsiqəsi də buranı boş saxlayaraq sadəcə AA olaraq yazacaqsınız. İndi biz şagird əlavə edək sistemə. Şagirdin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini və fin kodunu daxil etdikdən sonra yeniləmə düyməsinə klik edirik və artıq şagirdin adı, soyadı haqqında məlumatları sistemdə görünür və biz burada baxırıq məlumatların doğru olduğunu bir daha gözdən keçiririk. Əgər məlumatlarda heç bir problem yoxdursa, yadda saxlamaq düyməsinin üzərində klik edirik. Və artıq şagird daxil edilmiş oldu. Gördüyünüz kimi şagirdin adı daxil edildi və qarşısında sarı fon. Bu qaydada növbəti şagirdlərimizi daxil edə bilərik. Və şagirdləri daxil etdikdə görəcəksiniz ki, cəm artır, fərq isə 0-a doğru yaxınlaşır. Bir şeylə diqqət almaq lazımdır ki, şagird məzun sistemindəki bütün şagird sayları siniflərə uyğun olaraq OTİS sistemindən eyni olmalıdır. Yəni, OTİSdə fərqlilik, şagird məzununda fərqlilik olmamalı. Hər iki sistemdə şagird sayı eyni olmalıdır. Dəyərli izləyicilər, videonu çox uzatmadan, vaxtınızı almadan yekunlaşdırmaq istəyirəm. Video ilə bağlı sizləri maraqlandıran əlavə suallarınız olarsa, şagird məzun və ya OTİS ilə bağlı ümumiyyətlə sizləri maraqlandıran suallar varsa, sizlərə aydın olmayan hissələr varsa, videonun rəy hissəsində qeyd edin. Çalışaraq ki, imkan daxilində mümkün olduqca daha ən qısa müddətdə sizin istəyinizə uyğun olaraq videolar çəkib paylaşaq. Növbəti videolarda görüşmək diləyilə, sağlıqlı qalın.